Bəzilərinin sadəcə bir rayon kimi tanıdığı Göyçay, əslində tarixdə daha geniş və əhatəli bir coğrafi vahid Göyçay qəzası kimi mövcud olub. 1867-ci il 9 dekabr tarixində Rusiya imperatorunun fərmanı ilə yaradılan Göyçay qəzası Bakı quberniyasının tərkibində mühüm inzibati ərazi vahidi hesab olunurdu. Göyçay qəzasının mərkəzi bugünkü Göyçay şəhəri olsa da, onun tərkibinə çox sayda bölgə daxil idi. Ağdaş, Qəbələ, İsmayıllı, Kürdəmir, Yevlax, Ucar, Ağsu və Zərdab. Yəni bu ərazilər vaxtilə bir mərkəzdən, Göyçaydan idarə olunurdu. Bu fakt bir daha sübut edir ki, Göyçay sıradan bir rayon deyil. Onun arxasında böyük bir tarixi yük və mədəni irs dayanır. Bugün rayon kimi tanınsa da, Göyçay əslində bir zamanlar bütöv bir bölgəni idarə edən mərkəz olmuşdu. Bu məlumatlar Göyçayın tarixinin nə qədər dərin və zəngin olduğunu ortaya qoyur. Əslində tarixə nəzər saldıqda görürük ki, Göyçay qəzası təkcə coğrafi deyil, həm də mədəni və inzibati baxımdan əhəmiyyətli bir məkan olub. Göyçay təkcə bir rayon deyil, bir tarixin, bir irsin adıdır. 1918-ci ilin iyun ayında Göyçay bölgəsi erməni bolşevik qüvvələrinin ciddi hücumlarına məruz qalmışdı. Bu hücumlar zamanı Kürdəmir qəsəbəsi sakinlərinin müqavimətini qıran erməni dəstələri burada insanlığa sığmayan vəhşiliklər törətmiş, nəticədə 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılmış, qalan bütün ev və mülklər dağıdılmış, talan və qarət edilmişdi. Bu hücumların qarşısını almaq üçün Azərbaycan və Osmanlı qoşunlarından ibarət koalisiya qüvvələri Nuru Paşanın rəhbərliyi ilə 27 iyun 1 iyul 1918-ci il tarixlərində Göyçay döyüşündə erməni bolşevik qüvvələrinə qarşı mübarizə aparmışdı. Bu döyüş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə əhəmiyyətli bir səhifə kimi tarixə düşmüşdü. Sovet dövründə 1929-cu ildə Azərbaycanda inzibati ərazi bölgüsündə aparılan islahatlar nəticəsində qəzalar ləğv edilmişdi. Nəticədə Göyçay qəzası da bu islahatlara əsasən ləğv olunmuşdu. 1930-cu il avqustun 8-də isə Göyçay rayonu yaradılmışdı.